Salam əziz tələbələr və gömrük işi ilə maraqlanan izləyicilər. Biz keçən dəfəki dərsimizdə gömrük orqanlarında idarəetmənin əsaslarından bəhs etdik. Orada idarəetmənin obyekti, subyekti, idarəetmənin əsas xüsusiyyətlərindən bəhs etdik. Bugünkü mövzumuz isə gömrük orqanlarında idarəetmə mexanizminin tərkib hissələri olan idarəetmə qanunları, prinsip, metod və funksiyalarıdır. Bu mövzumuzda biz bu suallara cavab axtaracağıq. Gömrük orqanlarında hansı idarəetmə qanunları vardır? İdarəetmənin ümumi və xüsusi prinsipləri, təşkilati texnoloji prinsipləri, idarəetmənin ümumi və spesifik funksiyaları, gömrük orqanlarında idarəetmənin ümumi və xüsusi metodları və idarəetmənin təşkilati sərəncamverici metodları. Əvvəl idarəetmə qanunlarından bəhs edək. Gömrük orqanlarında idarəetmə həm obyektiv qanunlara, idarəetmə qanunlarına, iqtisadi qanunlara arxalanır, həm də onların əsasında formalaşan əməliyyat xidmət fəaliyyətinin bütün iştirakçılarının ictimai, kollektiv və şəxsi maraqlarının vahid sisteminə əsaslanır. Gömrük orqanlarında idarəetmənin əsas xüsusiyyətlərindən biri ilə ondan ibarətdir ki, o gömrük işinin səmərəliliyinin yüksəldilməsində mühüm rol oynayır. İdarəetmə qanunları idarəetmə sistemi elementləri və yarım sistemləri, onda baş verən proseslər və xarici mühit arasında ümumi, əhəmiyyətli və zəruri əlaqələri əks etdirir. İdarəetmə qanunları obyektivdir və insanların şüurundan, iradəsindən asılı deyildir. İdarəetmə qanunlarını bilmək, idarəetmə sistemlərinin yaradılması və onların fəaliyyətinin təşkil edilməsində idarəetmə qanunlarının tələblərini nəzərə almağa imkan verir. Gömrük orqanlarında 4 idarəetmə qanunu mövcuddur. Bunlar aşağıdakılardır. İdarəetmə sisteminin vahidliyi qanunu, proporsionallıq qanunu, idarəetmə funksiyalarının mərkəzləşdirilməsinin optimal nisbəti qanunu və idarə edən və idarə olunan sistemlərin nisbəti qanunudur. Əvvəlcə idarəetmə sisteminin vahidliyi qanunundan bəhs edək. Bu qanunun təsiri dövlət idarəetmə sisteminin yuxarı idarə etmə orqanlarından onun aşağı həlqəsinə qədər idarəetmə münasibətlərinin qırılmaz zəncirində, idarəetmə prosesinin bütün səviyyələrinin, əməliyyatlarının arası kəsilməzliyində, uzlaşmasında, daha sonra idarəetmə funksiyaları və metodlarının vahidliyində və ən əsası idarəetmə aparatı əməkdaşlarının tələblərinin vahidliyində özünü göstərir. İkinci qanunumuz mütənasiblik qanunudur ki, bu qanun müəyyən edir ki, idarəetmənin ən mühüm vəzifəsi idarə edən və idarə olunan sistemlərin fəaliyyətinin optimal proporsionallığını təmin etməkdir. Burada proporsionallıq onunla ölçülür ki, sistemin əsas fəaliyyəti gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, eləcə də digər funksiyaların həyata keçirilməsi idarə etmə ilə nə dərəcədə tam və dəqiq təmin olunur ki, minimal məsrəflərlə lazımi effekti, səmərəni əldə etmək mümkün olsun. Üçüncü funksiyamız idarəetmə funksiyalarının mərkəzləşdirilməsinin optimal nisbəti qanunudur ki, bu qanun elə idarəetmə sisteminin qurulmasının və onun fəaliyyətinin elə təşkilini nəzərdə tutur ki, bu zaman gömrük orqanlarının hər bir aşağı həlqəsinin mərkəzi idarəetmə orqanlarına arası kəsilməz və kifayət qədər sabit tabelliyi mövcud olsun. Dördüncü qanunumuz idarə edən və idarə olunan sistemlərin nisbəti qanunudur ki, bu qanunun mahiyyəti idarə edən sistemin idarə olunanla uyğunluğunun təmin edilməsi tələbindən ibarətdir. Burada bu nisbətin dəyişməsinə müxtəlif amillər təsir göstərə bilər. Ən çox da iqtisadi amillər, təşkilati amillərin təsir edə bilər və hər şeydən öncə idarə edən sistemin inkişaf və fəaliyyət səviyyələri idarə olunan sistemin əməliyyat xidmət fəaliyyəti səviyyəsinə uyğun gəlməlidir. Və bu qanunlardan bəhs edərkən mütləq qeyd olunmalıdır ki, idarəetmə qanunlarının istifadəsində sistemli yanaşma əsas götürülür. Sistemli yanaşma onların tələblərinin, belə deyək ki, sistemli şəkildə ifadə etməyə və bütün sistemin optimal fəaliyyət və inkişaf variantını müəyyən etməyə imkan verir. İdarəetmənin prinsiplərinə gəldikdə isə qeyd etmək lazımdır ki, idarəetmə dedik ki, həm obyektiv qanunlara, həm də onların əsasında formalaşan vahid prinsiplər əsasında belə deyək ki, fəaliyyət göstərir. İdarəetmənin prinsipləri dedikdə
İdarə edən sistemin əsaslandığı rəhbər ideyalar, qaydalar, əsas müddəalar və davranış normaları başa düşülür ki, idarəetmə təcrübəsində də gömrük orqanları tərəfindən 3 qrup prinsiplər tətbiq olunur. Bunlar ümumi prinsiplərdir, xüsusi prinsiplər və təşkilati texnoloji prinsiplər olaraq təsnifləşdirilir. Əsas ümumi prinsiplərə diqqət yetirsək, bura sistemlilik, əks əlaqə, informasiyanın kafiliyi prinsipi, optimallıq prinsipi və bərabər tabellik prinsipini də bura aid etmək olar. Sistemlilik əsas belə deyək prinsiplərdən biri olaraq gömrük orqanlarının idarə edilməsində sistemlilik sistemli struktur və funksional vahidliyi təmin edir və təkmilləşdirir. Əks əlaqə prinsipinin mahiyyəti gömrük orqanlarının qarşısında dayanan vəzifələrin mürəkkəbliyi qədər əhəmiyyətli olub, idarəetmə subyektinə, sistemə təsir etmək və idarəçilik qərarının icrasını təmin etmək məqsədi ilə tez bir zaman anında sistemin vəziyyəti haqqında təsəvvür əldə etməyə imkan verir. İnformasiyanın kafiliyi prinsipi isə gömrük sistemində, o cümlədən idarəçilik sistemində informasiya həcminin artması şəraitində informasiya proseslərinin intensivləşdirilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Biz əvvəlki mövzumuzda da gömrük sistemində informasiya proseslərinin intensivləşməsi məsələsinə toxunmuşduq. İdarəetmənin optimallığı prinsipi isə gömrük orqanlarında qarşıya qoyulmuş məqsədin mümkün olan daha qısa müddətdə ən az maddi, maliyyə və əmək məsrəfləri ilə əldə edilməsi mahiyyətini əsas tutur. İdarəetmə xüsusi prinsiplərinə gəlincə isə, bu xüsusi prinsiplər gömrük orqanlarında 2 böyük qrupda cəmləşir. Birinci, gömrük fəaliyyətinin iqtisadi, sosial, siyasi və mənəvi sahələrində tətbiq edilən prinsiplərə bölünür ki, bunlara da aid edə bilərik qanunçuluq, səmərəlilik, mərkəzləşdirmə ilə birgə mərkəzləşdirmə, fasiləsizlik, çeviklik, məsuliyyət, operativlik, varislik, son nəticə istiqamətlənmə və digər prinsipləri bura aid edə bilərik. İkinci qrupa isə dövlətin iqtisadi təhlükəsizliyini öz səlahiyyətləri çərçivəsində təmin edən Dövlət Hüquq Mühafizə Təşkilatı olaraq gömrük orqanları sistemində mövcud olan prinsiplərdir ki, bura biz vahidlik prinsipini misal göstərə bilərik ki, Azərbaycan Respublikasında dövlətin daxili və xarici siyasətinin tərkib hissəsi olan vahid gömrük siyasətinin həyata keçirilməsini nəzərdə tutan gömrük və xarici siyasətin vahidliyi prinsipi. Vahidlik prinsipindən danışmışkən, deməli bu prinsip vahid qanunverici bazanın mövcudluğunu, siyasi və iqtisadi qərarların vahidliyini, konkret məqsəd və vəzifələrin yerinə yetirilməsində funksiya, hüquq və vəzifələrin dəqiq bölgüsünü nəzərdə tutur. Və vahidlik prinsipinə görə Azərbaycan Respublikasının gömrük ərazisi Azərbaycan Respublikasının quru ərazisindən, daxili sulardan və Xəzər dənizinin, gölünün Azərbaycan Respublikasına mənsub olan hissəsindən, o cümlədən orada yerləşən adalar, süni adalar, qurğular, tikililər və onların üzərində olan hava məkanından ibarətdir. İdarəetmənin biz yuxarıda qeyd elədik ki, 3 qrup prinsiplər var ki, ümumi prinsiplərdən danışdıq, xüsusi prinsiplərdən danışdıq. Təşkilati texnoloji prinsiplərinə isə bunlar aiddir. Vahid rəhbərlik prinsipi, idarəetmənin konkretliyi prinsipi, əməyin bölgüsü, skalyar, iyerarxiya prinsipi, sərəncam vermənin vahidliyi və vahid rəhbər prinsipi, səlahiyyətlərin ötürülməsi prinsipi və idarəetmənin diapazonu prinsipləri daxildir. Bu prinsiplərə açıqlama gətirək. Vahid rəhbərlik prinsipi bir tərəfdən idarə etmənin kollegiallığını, digər tərəfdən isə icra edici funksiyalara görə ciddi fərdi məsuliyyətin müəyyən edilməsini özündə birləşdirir. Burada kollegiallıq tapşırığa görə hər bir gömrük əməkdaşının məsuliyyətini istisna etmir, əksinə onun üçün şəxsi məsuliyyəti nəzərdə tutur demək lazımdır. Gömrük orqanlarının rəhbərliyin bütün səviyyələrində vahid rəhbərlik prinsipi fəaliyyət göstərir. Çünki gömrük orqanlarının rəhbərlərinə qanunvericiliklə vahid rəhbər, belə deyək ki, hüquqları və funksiyaları ayrılmışdır. Bu prinsip üzrə gömrük orqanları sisteminə sədr rəhbərlik edir və gömrük işinə rəhbərliyin ən mühüm məsələlərinə kollegial iclaslarda baxılır ki, həmin iclaslarda qəbul edilən sədrin əmri ilə
rəsmiləşdirilən qərar, belə deyək ki, bütün gömrük orqanları və əməkdaşları tərəfindən icra edilməsi məcburidir. İdarə etmənin konkretli prinsipi isə situasiyanın konkret təhlilini tələb edir ki, bunun üçün idarə etmə sistemi və onun xarici mühiti haqqında keyfiyyətli elmi informasiya lazımdır. Əməyin bölgüsü prinsipi onu müəyyən edir ki, idarə etmənin təşkili üzrə bütün fəaliyyətin icrası idarə etmə sisteminin konkret həlqələrinə tapşırılan ən sadə əməliyyatlara ayrılır. Skalyar prinsip müəyyən edir ki, hər bir təşkilat dəqiq müəyyən edilmiş iyerarxik struktura malik olmalıdır. İyerarxiya prinsipi isə bunu nəzərdə tutur ki, aşağı əməkdaşın və ya bölmənin yuxarıdakına tabe olmasını nəzərdə tutur. Sərəncamvermənin vahidliyi və vahid rəhbər prinsipinə görə hər bir əməkdaş yalnız bir rəhbərdən əmr və sərəncam ala bilər. Səlahiyyətlərin ötürülməsi prinsipinə görə isə rəhbərin fəaliyyət sahəsindən vəzifənin tabe şəxsə verilməsi zamanı onun həlli üçün hüquqlar da verilməlidir. Tabe şəxs isə onlara görə məsuliyyəti öz üzərinə götürməlidir. İdarəetmənin diapazonu prinsipinə görə isə yuxarı vəzifəli şəxsin ciddi müəyyən olunmuş optimal sayda tabe şəxslərin fəaliyyətinə görə məsuliyyət daşımalı olduğunu nəzərdə tutur. Prinsiplər barədə bu qədər. İndi isə növbəti sualımız gömrük orqanlarında idarəetmə funksiyalarıdır. Bununla bağlı sizə məlumat vermək istəyərdim ki, ümumiyyətlə idarəetmə funksiyaları dedikdə nə başa düşülür? Gömrük orqanlarında idarəetmə prosesi gömrük işi üzrə problemlərin həllində idarəetmə fəaliyyətinin davamlılığını əks etdirir. Məhz bu fəaliyyətlər idarəetmə funksiyaları adlanır. İdarəetmə funksiyası həyata keçirilməsi üçün müəyyən idarəçilik işləri və yaxud da əməliyyatları tələb olunan konkret idarəçilik növüdür və gömrük orqanları sistemində idarəetmə funksiyaları iki böyük qrupa ayrılır. Ümumi funksiyalar və spesifik funksiyalar. Ümumi funksiyalar idarəetmə prosesinin mərhələlərini əks etdirir. Spesifik funksiyalar isə gömrük orqanlarının əməliyyat xidmət fəaliyyətinin konkret növlərinə aiddir. İdarəetmənin ümumi funksiyaları idarəetmənin mahiyyətini üzə çıxarır və istənilən obyektin idarə edilməsi prosesini xarakterizə etdiyinə görə biz ümumi funksiyalara universaldır da deyə bilərik. İdarəetmənin ümumi funksiyalarına bunlar aiddir. Əməliyyat xidmət şəraitinin təhlili və proqnozlaşdırılması, təşkil etmə, tənzim etmə, planlaşdırma, uçot, nəzarət. Bunların hər biri haqqında məlumat vermək istəyirəm. Əməliyyat xidmət şəraitinin təhlili və proqnozlaşdırılması funksiyasından başlayaq. Ümumiyyətlə, əməliyyat xidmət şəraiti dedikdə iqtisadi, siyasi, hüquqi, sosial, regional və digər şərtlərlə dialektik inkişafda olan gömrük fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən əlaqəli elementlərin məcmusunu nəzərdə tutur. Əməliyyat xidmət şəraitinin təhlil və proqnozlaşdırılması funksiyası ilə gömrük orqanlarının obyektiv imkanları üzrə təhlil aparılır ki, bu təhlil həm sistemin komponentlərinin vəziyyətini müəyyən etməyə, həm də onlar arasında münasibət və qarşılıqlı asılılığı üzə çıxarmağa kömək edir. Planlaşdırma isə idarə etmənin elə əsas funksiyasıdır ki, onun vasitəsilə gömrük orqanlarında gələcək fəaliyyətin bir növ təşkilati başlanğıcı hazırlanır. Planlaşdırma vasitəsilə sistemin inkişaf məqsədləri və istiqamətləri müəyyən edilir. Daha sonra planlaşdırma idarə etmənin bütün səviyyələrində strateji və taktiki səviyyələrdə həyata keçirilir. Uzun müddətli ola bilər 5 il və ondan artıq, orta müddətli məsələn 1 ildən 5 ilədək, qısa müddətli məsəl üçün 1 ilədək planlar işlənilib hazırlanır. Təşkil etmə isə belə deyək, idarə etmənin elə əsas funksiyasıdır ki, onun reallaşdırılması vasitəsilə planlaşdırma prosesində işlənib hazırlanmış planların yerinə yetirilməsi üçün bir növ şərait yaranır. Bu funksiyanın mahiyyəti qüvvə və vasitələrin yaradılmasından, icraçılar arasında zəruri əlaqə və münasibətlərin qurulmasından, onların fəaliyyətinin səmərəli forma və metodlarının müəyyənləşdirilməsindən ibarətdir. Tənzim etmə dedikdə isə idarə etmənin elə bir funksiyası başa düşülür ki, burada onun vasitəsilə tabelikdə olan şəxslərin fəaliyyətinin səmərəliliyi yüksəlir və planlaşdırma zamanı verilmiş parametrlərdən, belə deyək, kənara çıxmalar aradan qaldırılır
və tənzim etmə, idarə etmədə əks əlaqənin nəticələri əsasında həyata keçirilir deyə bilərik. O, ayrı-ayrı əməkdaşların və kollektivlərin qarşılıqlı əlaqələrinin saxlanılması, əlaqələndirilməsi, səylərin yenidən bölgüsü, eləcə də motivasiyanın, stimullaşdırmanın da, daha doğrusu stimullaşdırılması ilə reallaşdırıla bilər. Uçot funksiyasının mahiyyəti isə aydın məsələdir ki, idarə olunan sistemin cari vəziyyəti haqqında, onun hərəkət istiqamətləri, nəticələri, dəyişən problemlər haqqında və s. haqqında informasiyaların toplanması, işlənməsini təşkil edir. Nəzarət isə idarə etmənin əsas funksiyası olaraq onun reallaşdırılması vasitəsilə gömrük orqanlarının vahid sistemin fəaliyyəti prosesi üzərində müşahidə həyata keçirilir və qəbul olunmuş qərarların reallaşdırılmasına nəzarət gömrük fəaliyyətinə qoyulmuş vəzifələrə uyğunluğunun üzə çıxarılmasına, şəraitin dəyişməsindən asılı olaraq əvvəl qəbul edilmiş qərarlara və təsdiq olunmuş planlara vaxtında zəruri düzəlişlər edilməsinə istiqamətlənir. İdarə etmənin spesifik funksiyaları isə belə deyə bilərik ki, yuxarıda da qeyd etdik ki, əməliyyat xidmət fəaliyyətinin konkret növlərini əhatə edir. Məsələn, bunlara aiddir gömrük fəaliyyətinin idarə edilməsi funksiyası, maliyyə iqtisadi fəaliyyətin idarə edilməsi funksiyası, sosial fəaliyyətin idarə edilməsi funksiyası və inzibati təsərrüfat fəaliyyətinin idarə edilməsi funksiyası. Gömrük fəaliyyətinin idarə etmə funksiyasına aiddir gömrük nəzarəti, gömrük rəsmiləşdirilməsi, hüquq mühafizə fəaliyyəti və elmi-texniki inkişaf üzrə fəaliyyətin idarə edilməsini ora aid eləyə bilərik. Maliyyə iqtisadi fəaliyyətin idarə edilmə funksiyasına maliyyə və mühasibat fəaliyyətinin idarə edilməsini aid etmək olar. Sosial fəaliyyətin idarə edilməsi funksiyasına kadr, əmək, psixoloji, pedaqoji fəaliyyətin, eləcə də sosial təminatın idarə edilməsini aid edə bilərik. Sonuncu spesifik funksiya olan inzibati təsərrüfat fəaliyyətinin idarə edilməsi funksiyasını isə biz gömrük infrastrukturunun idarə edilməsi, bundan başqa hər tərəfli maddi-texniki təminatın idarə edilməsini qeyd edə bilərik. İndi isə gömrük işində idarə etmə metodlarından bəhs edək. Ümumiyyətlə, bayaq qeyd etdiyimiz idarə etmə funksiyalarının reallaşması müxtəlif metodların tətbiqi ilə həyata keçirilir ki, bu metodlardan, deməli, gömrük işində idarə etmə metodu dedikdə, qarşıya qoymuş məqsədlərin əldə olunması üçün idarə etmə obyektinə təsir yolları, üsul, vasitə və formaların məcmusu kimi yanaşırlar. İdarə etmə metodları idarəçilik fəaliyyətinin həm miqyasına görə, bir də təsir formasına görə təsnif edilir. İndi bunlara baxaq. Gömrük orqanlarında idarəçilik fəaliyyətinin miqyasına görə ümumi və xüsusi metodlar fərqləndirilir. Ümumi metodlar gömrük işinin qlobal problemlərinin, strateji məsələlərin həllinə yönəlmişdir. Onların bütün gömrük sisteminin əsas məqsədləri və fəaliyyət göstərməsi məsələlərinin əldə olunması üsullarını müəyyən edir. İdarə etmə xüsusi metodları isə başlıca olaraq operativ və cari idarə etmə sistemlərində, regional gömrük idarələrində, gömrükxanalarda, gömrük postlarında və s. yerdə istifadə edilir. Gömrük sistemində təsir formalarından asılı olaraq birbaşa və dolayı təsir metodları vardır ki, birbaşa təsir metodları dövlətin iradəsinə və nüfuzlarına əsaslanır. Birbaşa təsir metodları belə deyək, özündə iki böyük qrup metodları birləşdirir. Təşkilati sərəncamverici metodlar və hüquqi metodlar. Gömrük orqanlarında təşkilati sərəncamverici metodların hərbiləşdirilmiş və hüquq mühafizə kimi xüsusiyyətləri ondan ibarətdir ki, onlar bütövlükdə sistemə və yaxud da ayrılıqda onun elementlərinə birbaşa effektiv təsiri ifadə edir. Və gömrük orqanının rəhbərinə birmənalı qərar qəbul etməyə imkan verir və normativ hüquqi və direktiv sənədlərin icrasının məcburiliyinə əsaslanır. Təşkilati sərəncamverici metodlar üç qrup metodları özündə birləşdirir. Bunlar təşkilati təsir metodları, sərəncamverici metodlar və intizam metodlarıdır. Təşkilati təsir metodları, burada deyə bilərdik ki, təşkilati sərəncamverici metodlarda əsas yeri ilə bu metodlar tutur. Onlar idarə etmənin əsası olan sistemdə təşkilati əlaqələrin uzun müddətli təsbitidir deyə bilərik.
və təşkilati təhsil metodları özündə nizama salma, normallaşdırma və təlimatlandırmanı əhatə edir. Sərəncamverici metodlara gəldikdə isə qeyd etməliyik ki, sərəncamverici metodlar da idarəetmə orqanlarının müntəzəm işinin gündəlik operativ təmin edilməsində istifadə olunur. Bu, təşkilati struktura əsaslanan cari təşkilati iş metodlarıdır. Gömrük sistemində sərəncamverici təsir metodlarının əsasında səlahiyyət və vəzifələr dayanır və bunu mütləq qeyd etmək lazımdır ki, sərəncamverici metodlar Dövlət Gömrük Komitəsinin kollegiyası qərarlarının qəbulu, əmrlər, göstərişlər, sərəncamlar, qətnamələrin və digər sənədlərin, belə deyək ki, əsasnamələrin, qətnamələrin sənədlərində dərc edilməsi ilə reallaşdırılır. İntizam metodları isə, deməli, bu metodların mahiyyətində məsuliyyət dayanır ki, məsuliyyət müəyyən olunur. Onlar intizam tələbləri və məsuliyyət sistemi vasitəsilə idarəetmə sistemində təşkilati əlaqələrin sabitliyinin saxlanması üçün nəzərdə tutulmuşdur. Burada bir neçə məsuliyyət növünü fərqləndirmək olar ki, şəxsi məsuliyyət, korporativ məsuliyyət, maddi məsuliyyət, mənəvi məsuliyyət, xidməti məsuliyyət və sair məsuliyyətləri bir-birindən fərqləndirmək olar. Hüquqi metodlar isə sosial-iqtisadi sistemin elementlərinə və idarəetmə prosesində onlar arasındakı münasibətlərə hüquqi təsir vasitələri və üsullarının məcmusudur deyə bilərik. Hüquqi metodlara aiddir hüquqi normaların işlənib hazırlanması, istifadəsi və tətbiqi. İkinci, hüquqi münasibətlərin formalaşdırılması və hüquqi aktların tələblərinə riayət olunması. Gömrük orqanları idarəetmə aparatının fəaliyyəti, əmək, mülki, təşkilati və bir sıra digər qanunvericiliklərin hüquqi aktları ilə nizamlanır deyə bilərik. Bayaq qeyd elədik ki, gömrük sistemində təsir formalarından asılı olaraq birbaşa və dolayı təsir metodları mövcuddur, tətbiq edilir. Birbaşa təsir metodları haqqında bəhs etdik. İndi isə dolayı təsir metodları haqqında qeyd eləmək istəyirəm ki, bunlar 4 qrupa bölünür. Sosial təsir metodları, psixoloji, iqtisadi və iqtisadi riyazi metodlar. Sosial təsir metodları kollektivin formalaşması və inkişafı prosesinə, onun daxilində baş verən sosial proseslərə konkret təsir və üsulları və vasitələridir. Psixoloji təsir metodları, bura kiçik qrup və kollektivlərin kompleksləşdirilməsi, əməyin humanistləşdirilməsi, psixoloji məqsəd, motivasiya, professional seçmə və tədrisi aid edə bilərik. İqtisadi metodlara, idarəetmə obyektinə məqsədyönlü təsirin, iqtisadi mənafələrin istifadəsi üzərində qurulmuş üsullar sistemi kimi yanaşa bilərik. Dolayı təsir metodlarından iqtisadi riyazi metodlar da geniş tətbiq edilir. Həll edilən idarəetmə məsələlərinin xüsusiyyətlərindən asılı olaraq gömrük orqanlarında bu və ya digər iqtisadi riyazi metodlar istifadə oluna bilər ki, onlar da özlüyündə formalizə edilməmiş, zəif formalizə edilmiş və formalizə edilmiş metodlara bölünür. Üçüncü mövzu haqqında bu qədər. Gələcək dərslərdə görüşənədək.